bir həsrət. Doğma yurda ürəyimdə var hörmət. Saza, sözə, musiqiyə məhəbbət. Borçalımı sevə-sevə gəlmişəm. Uzaq düşdüm, yurdum deyə ağlaram. Bulaq kimi kükrəyərəm, çağlaram. Ömrüm boyu ona könül bağlaram. Borçalımı sevə-sevə gəlmişəm. Mən qüdrətəm, adım üstə adım var. Sinən üstə doğmaların yadım var. Dad içində sənin də öz dadın var. Borçalımı sevə-sevə gəlmişəm. Beytəkər. Hər nimətin şəkər dadır, bal dadır. Bəhram bəlli, ustad, şair, sənətkar. Saz söz dünyasısan, ey gözəl diyar. Vətənin Borçalı, dilim Beytəkər. Heyran qalır səni bircə görənlər. Yaşadır tarixin vətən sevənlər. Qoynunda göz açan igid ərənlər. Vətənin Borçalı, elim Beytəkər. Kök soyumu, ismimi bilin, mən kiməm? Türkəm, oradan gəlir gücüm, hünərim. İsmim qüdrət mənim, İslamdır dinim. Vətənin Borçalı, elim Beytəkər. Vətənin Borçalı. Çox kövrəlmişəm. Elim Beytəkəri andığım zaman, uşaqlıq illərimi düşündüm yaman. Bənövşəli bağlar gəzdiyim hər an, düşüb yadıma çox kövrəlmişəm. Həsrət çəkib qərib ildə gəzirəm. Qəm selində gəh batıb, gəh üzürəm. Deməyin o ildən ayrı dözürəm. Düşdü yadıma, çox kövrəlmişəm. Gör vətəndən ayrı nələr çəkirəm. Gətirib bənövşə nərgiz əkirəm. Dibinə hey göz yaşımı
Yollarında izim qaldı, Səmənzarda gözüm qaldı, Deyiləsi sözüm qaldı, bir danışıb dinə bilsən, o dağlara dönə bilsən, o dağlara dönə bilsən. O dağlara dönə bilsəm, yollarında izim qaldı, çəmənzarda gözüm qaldı, deyiləsi sözüm qaldı, bir danışıb dinə bilsəm, o dağlara dönə bilsəm, könül verib buz bulağa, yılpar yarpız buz qulağa, söz qoşaram göy yaylağa, dərdi qəmi yenə bilsəm, o dağlara dönə bilsəm, azalardı biraz dərdim, quzeylərdə sərtləşərdim, bənövşə ilə dərdləşərdim, dərəsinə inə bilsəm, o dağlara dönə bilsəm, qəbrimi dağda gen qazın, məzarıma qərib yazın, ruhanisi telli sazın, layla olsun mənə ölsəm, o dağlara dönə bilsəm, qüdrət dönüb oda, közə, həsrət qalıb çölə, düzə, düz çapardım kəndimizə, köhlən atı minə bilsəm. Ay yenixiram, meşəli dağların arasından, Bəytəkər kəndinin sırasından, bil xıram qədim adın, Əhram çayı, sən mənim yurduma, tanrının payı. Dağları düzləri dolanı baxdın, səs saldın hər yana, arana baxdın, axdığın yerlərdən sən ilham aldın, ay qədim Əhramım, ay yenixiram. Qüdrəti sordun arazdan, kürdən, sahilə yarpıza söz açdın hərdən, arxamca xəzərə axdın, çox şadam, ay qədim Əhramım, ay yenixiram, ay qədim Əhramım, ay yenixiram. Dağların safalı, sərin yaylağı, qoynunda çağlayan buz bulaqları, igidilər məsəni, nə bu oylağı, vətənə çağırır, açıq qolunu. Yam-yaşıl güneyi, gözəl çölləri, çəməndə ətirli çiçək gülləri, Borçalı vətənim, doğma ellərim, səsləyir ay qızım, ay qüdrət deyə, çağırır qoynuna, açıq qolunu, çağırır qoynuna, açıq qolunu. Uzaqda qalmağı heç kim sevmir. Yəni yurtdan uzaqda qalmaq, yurtdan, vətəndən aralıda qalmaq çox çətindir. Bir müddət mən Bəytəkərimlə, Borçalamdan, gözəl elimdən, obamdan aralıda yaşadım. Ailə həyatı qurmaqla bağlı. Yəni gördüm ki, mən doğrudan da elimdən, obamdan ayrı yaşaya bilmirəm. Bütün şeirlərimin əksəriyyətini Borçalımla, Bəytəkərimlə bağlı yazdım. Bunu da bu vətən sevgisini, vətən məhəbbətini ən çox ailədən insan götürür. Ata-ana ona verir. Ata-ana o məhəbbəti, sevməyi evladına öyrədir. Mən bunu atamla öyrənmişəm. Atam da vətən sevən olur. Atam da yurt sevən olur. Allah ölənlərinizə rəhmət eləsin. Mənim atamın dünyasını dəyişir. Amma mən atamın yurdunu atam qədər sevirəm, anam qədər sevirəm. Doğulduğum, buğum-buğum
böyüyüb, buxtələşdiyib, buranın havasını, suyunu, bu gözəlliyini, axar çayını, dur sərin bulaqlarını heç dünyanın heç bir yerinə dəyişə bilmərəm. Məhəbbətim davam edəcək. Mən Beydiklərimi ömrümün sonuna qədər sevəcəm və ətrafımda olan hər kəsə sevdirəcəm. Bu mənim əsas məsuliyyətimdir. Yol gözləyir Tap Məmmədin bulağı, əyri yerlə yal könül oylağı, gedib yoxlamalıyıq ölünü sağı. Belə bir bulaqlar bizim meşələrdə çoxdur. Qədim babalarımız, ulu babalarımız, hansı ki, indi biz onların üzünü görməmişik. Amma onların xatirələrini qoruyub saxladığımız bulaqlardır. Tat Məmməd deyilən bir babamız olur. Həmin babamız bu bulağı düzəldib, cəmaata çatdırıb, insanlar bu sudan istifadə edirlər. Ona dua edirlər ki, belə bir bulaq yaradıb insanlara. Yəni ki, bu bulaqda gördüyünüz kimi içdik, sərindir, gözəldir, safdır, qurudur. Hətta bu keyfiyyətli bir sudur. Bunun heç bir tərkibində qarşılıq ola bilməz ki, insanlar zərər çəkər. İllərdir, bəlkə də 200 il ola bilər bunun. Bu Tat Məmməd babamızın bulağıdır. Beykəkərdə düz içməli su kəndin içində yoxdur, əziyyət çəkirlər. Bu bulaqda bir xeyli aralıdır. Buradan bir əziyyət ilə də bu sudan aparıb istifadə edirlər. Yəni bu bulağın duruluğuna, saflığına, gözəlliyinə görə. Bəlkə də bu bulaqdan gözəl bir böyük bulaq da düzəltmək olar. Bəti, Türkün bacarığı, qabiliyyəti hər zaman, hər yerdə olduğu üçün özünü göstərir. Biz Qarabağ tərəflər türkləri. Hər zaman zəhmətimizlə, belə bir nişanələrimizlə, xatirələrimiz yadımızda qalıb, yaddaşlarımızda qalıb, onu unutmaq olmaz. Bu çalıya gələndə vətənimin hər küncündə, hər bucağında qədimi babalarımızdan, nənələrimizdən hansı bir əllərinə xatirələri qalıbsa, mən ona baş çəkirəm, ziyarət edirəm, ruhlarına dua edirəm. Allah onlara rəhmət eləsin, bizi düzgün yol yönəldib, bizi bizdə saxlamağı bacarıblar, biz də onların izlərindən davam edirik.
söhbət aça bilərəm. Bu qaya bizim Beytəkər kəndinin gerbi simvoludur. Bizim Beytəkər kəndində gənclər son 20 illər, 30 illərdən bəridir evlilik həyatı quranda, onlar ailə həyatı quranda gəlirlər bu qayanın ətrafına fırlanırlar. Bu qaya onların aman yeridir. And içirlər ki, bizim də əbədi həyatımız, bizim məhəbbətimiz bu qaya kimi möhkəm olsun, əbədi olsun. Bu qaya kimi zirvəli, yüksək səviyyədə olsun, bizim üçün olsun. Yəni bu qayanın tarixi bilinmir. Bu qara qaya simvoludur. Ant yerimizdir. Bu qaya ilə biz bu kəndi necə deyim, bəlli olur bu kənd. Kənd bu qayanın ətrafına toplaşıb. Yəni ki bu qaya bizim kəndə aiddir. Beytəkər kəndinə aiddir. Onu da qeyd eləyə bilərəm ki, biz məktəb illərində son zəngdə bu qayanın ətrafına yığışıb, gəzərdik. Yəni ki, tətildə, hər tətillərdə, məktəb buraxılışlarında, sinifə keçəndə yığışıb gələrdik. Bu qayalıqda görüşlərimiz olardı, bu qayada öz söhbətlərimiz olardı uşaqlarla, taytuşlarımızla. Onu kimdə bir qəlbimdə, sinəmdə xatirəsi qalıbdır. Hətta bizim Novruz bayramlarında, milli ənənəli günlərimizdə bu qayanın ətrafına toplaşarlar. Burada Novruz ocaqları yandırarlar. Yəni bunu burada yaşayan insanlarda Beytəkər kəndində mənim fikrimlə razılaşa bilərlər. Yəni bu belə olub, bu gün də olub və yenə də davam eləyir. Beytəkəri qara qayasız, qara qayanı Beytəkərsiz, Borçalını Beytəkərsiz, qara qayasız təsəvvür eləyə bilmərik.
də ki, mən milli moda ustasıyam. Milli geyimi birinci özüm yaratmışam. Öz təşəbbüsümdür ki, bunu yaradım. Biz qara papaq tərəkəmə sürüşlərləriz. Bizim nənələrimiz bu geyimləri geyinir. Gözümü açmışam, anamda da bu geyimləri görmüşəm. Ona görə mən bugün böyük bir hisslərlə xatırlayıram. Deyirəm, ailə üzvlərimə də, kənd sakinlərimizə də bu ənənəni xatırladım. Bizim nənələrimizin, ağbirçəklərimizin bizə miras qoyub gedən bir ənənəni unutmaq istəmədim. Bu geyim 1905-ci, 10-cu, 15-ci, 20-ci illərdə çox sevilərək hər kəsin əynində geyinilib, hər kəs bu geyimdə olur. Yəni bu geyimi biz unutmamalıyıq. Bizim keçmişimizdir. Keçmişimizi qaytarmaq mənim, yəni keçmişimizin bəzi ənənələrini qaytarmağı özümə borc bilirəm, yaşatmaq istəyirəm. Ona görə də bu paltarı özüm yaratmışam, özüm tikmişəm. Hətta bax, elə anamda gördüyüm bu mütəkkələrdir, yastıqlardır. Yəni bizim keçmişimiz belə olub. Mən gözüm açmışam, ailəmdə belə görmüşəm. Hətta anam, bacılarımın da əynində bu paltardan görmüşəm, geyinirlər. Mənim ən böyük arzu istəyimdir. Bizim bu kənddə iki soyad daşıyan nəslimiz var. İki qardaşın evladları bu kənddə yaşayır. Nəsil artıb, bizdə iki qardaşlar. Birimiz Hasan, ümumiyyətlə tayfamız Hasan ağalar soyadı daşıyır. Hasanov tayfalarım familiyamızı daşıyan da var. Orucov, yəni Oruçla Hasan. Orucovlar bir çox yerdə indi yaşayır. Məsələn, Dağ Arxılısında, baş keçidən Dağ Arxılısı kəndində yaşayanlarımız var. Karsay, Sovet vaxtında Karsay gedənlərimiz var orada. Şura hökuməti gələn vaxtlar ağalar olublar. Yəni bunlara tabi olmuşlar. O yüzden də keçiblər Karsa doğru. Türkiye'ye Karsa doğru keçiblər. Dağı açıblar, baş keçiddən üzü oyanır. Yəni indi hal-hazırda bizim bu kənddə Orucovlar nəsli də var, Hasanovlar nəsli də var. İki qardaşın törəmələridir. Ümumiyyətlə siz nə vaxt burada bu yurt yerlərində, bu torpaqda, bu kənddə dünya göz açdınız və 1963-cü il yanvarın 10-da dünyaya göz açmışam. Atamın adı İbrahim kişidir. İbrahim deyirlər. Atam həmi əmək veteranı olub, həmi müharibə veteranı olub. Mən atamdan eşitmişim hal-halda 100 ildir bizim bu ev tikilir. 100 ildir bu evimiz tikilir. Mən oturduğum ata yurdum 100 yaşı var. Bizim nəsildə də uzun ömürlü olanlar olublar. Mənəm 100 yaş, 150 yaş yaşayıb, 100 yaş yaşayanlar olub. Yəni bizim bu qara papaq tərəkəmə türkləri bu cür gözəl yerdə, bu cür gözəl təbiətdə, bu cür təbiətin qoynunda yaşadıqlarına görə mən belə başa düşürəm. Onlar hamısı ömürlü olublar. Yurdu qədrini bilmək lazımdır, bu yurdu sevmək lazımdır və sevdirmək lazımdır yeni gələn nəsillərə. 6 bacı olmuşuq, 3 qardaş olmuşuq. Hal-hazırda 4 bacı yaşayırıq, 2 qardaş sağdır. 2 bacım, 1 qardaşım dünyada, həyatda yoxdur. Özümü belə hiss edirəm, bir tərəfdən kədərlənirəm, bir tərəfdən sevinirəm. Sevinirəm ona görə ki, mən bu yurdu sevirəm, yurtdakılar da məni sevirlər. Bu yurdu gəlib ziyarət edirəm bugün. Bir yandan da kədərlənirəm ki, ata-anam artıq bu yurtda yaşamır. Bu yurtda, bu el-obada bəzi yaxınlarım var idi. Bu yurdu yaşadan, buranı qurub ərsəyə çatdıran insanlar var. Hal-hazırda indi bu yurtda yoxdur.
Amma mən xoşbəxt hiss edirəm özümü ki, gəlirəm, ziyarət edirəm. Bu gün də çox özümü xoşbəxt hiss edirəm. Anamın simasında özümü görürəm. Anam belə geyinərdi. Anamın yaylığını başıma örtmüşəm. Anamın yurdunda oturub anamı xatırlayıram. Ona görə özümü çox xoşbəxt hiss edirəm.